Və mən özüm 20 il bu məsələni təhqiq edib və 5 cildlik kitab yazdım. Kitabın adı Əhl-i Beyt, Əhl-i Sünnət güzgüsündə. Əlbəttə birinci cilt yanımda yoxdur. Ona görə mən bu cildləri, ikinci, üçüncü cildləri sizə göstərirəm. 20 il bundan qabaq çapdan çıxıb və 20 il mən bu kitabın üstündə işləmişəm. Hər biri də ki, təxminən belə deyək, 700-800 səhifədən ibarətdir. Hamısı həmin bu mövzunu Əhl-i Beyt məktəbinin olan tarixdəki yeri və məqamı haqqında bəhslərdir. Bu kitabı mən 20 ilə ki işləmişəm. Burada da qeyd olunubdur ki, Əhl-i Sünnə məzhəbinin 400-ə yaxın əsərinin 6000-dən çox dəlilləri əsasında yazılıbdır bu kitab. Təxminən 1000 ayə, 400-ə qədər hədis, 5000-dən çox mötəbər mənbədə dəlil, sübut hamısı burada qeyd olunubdur. Hər kəs istəsə həqiqəti bilsin, açsın, oxusun və yaxud da ki, mən müsəlman qardaşlarımı dəvət edirəm ki, mən ki bu kitabları yazmışam, buyursunlar buna bir rəddiyə yazsınlar. Desinlər ki, burada yalan yazılıb. Onu da təklif edirəm. Odur ki, sözlə təhqir etməklə yox şiəni, söyüşlərlə yox, məhəbbətlə gərək bir-birimizi dinləyək, başa düşək, təhqiq eləyək, həqiqəti müsəlmanlara çatdıraq. Və bir hədisi də qeyd edeyim ki, həmin bu hədis Müslimdə, Buxaridə və digər yerlərdə axtarsanız görəcəksiniz. Nədir hədis? Nədən ibarətdir? Hazreti Peyğəmbər İslam'dan buyurulub ki, mən matə və ləm ya'ruf imamə zamanihi matə meytətən cahiliyyə. Hər kəs özünün imamın, yəni öz zamanəsinin imamını tanımasa, cahiliyyət dövründəki insanların ölümü kimi dünyasını dəyişibdir. Yəni hər dövrün imamı olubdur. İndi mən sual edirəm. Hazreti Peyğəmbər İslam öz dövründə həm Peyğəmbər idi, həm imam idi. Özündən sonra Əli əleyhissalamı imam təyin elədi və dünyasını dəyişdi. İndi sual olunur. Peyğəmbər İslam dünyasını dəyişəndən sonra müsəlmanların imamı kim olub? Çünki hədis özü Peyğəmbər İslam buyurur ki, hər dövrün özünün bir imamı olubdur. Və hər kəs öz dövrünün zamanəsinin imamını tanımamış ölsə, elə bir dindən çıxıb ölübdür. Bunu mən demirəm ki, siz məni təhqir eləyəsiniz. Bu Peyğəmbər İslam'ın bütün hədis kitablarınıza baxsız hamısında var. Mən indi sual edirəm ki, Peyğəmbər İslam'dan sonra müsəlmanların imamı kim idi? Xanım Fatimə Zəhra əleyhissalam ki, Peyğəmbər əleyhissalamdan sonra öz zamanəsinin imamını tanıyıb yoxsa yox? İndi o Peyğəmbər əleyhissalamın vəfatından sonra öz imamını həmin Əbu Bəkir, Ömər, Osman bilibdi, yoxsa Əlini tanıyıbdı? İmam o 3 nəfər idi, yoxsa Əli əleyhissalam idi? İndi burada lazımdır ki, kimsə öz əqlin işə salsın, düşünsün və Peyğəmbər İslam buyurub ki, məndən sonra 12 imam qeyd etdiyimiz kimi olacaqdır. 12 imamı heç axtarmısınızmı? Kimlərdir və kimlər olublar? 1400 ildir bu 12 imam hədisini bir tərəfə çıxarda bilmirlər. Sayıb çıxarda bilmirlər ki, birinci imam kim idi? Bəziləri deyir ki, 4 xəlifə idi, sonra filan xəlifələr idi, filan alimlər idi. Axı Peyğəmbər İslam buyurur ki, hamısı Bəni Haşim Qureyşdən, məgər 3 xəlifə, əvvəlki xəlifələr Bəni Haşimdən olubmu, Qureyşdən olubmu? Yəni bu 12 imam hədisini qoysunlar, alimlərinizdən istəyin, alimlərinizdən tələb edin ki, 12 imamı çıxarın, qoyun ortaya. Ya deyin ki, bu 12 imam hədisi yalandır, çıxarın onu öz səhihlərinizdən, ya da ki, tələb edin ki, 12 imam kimdir, göstərin bizə. Niyə bunlar eləmirsiniz? Qiyamətdə bunlar sizdən soruşulmayacaqmı? Və niyə alimlərinizdən tələb eləmirsiniz ki, Peyğəmbər İslam buyurur ki, öz zamanəsinin imamını tanımayıb, dünyasını dəyişən dindən çıxmışdır. Niyə tələb eləmirsiniz ki, bizə göstərin, görün ki, bugünkü
əsrimizin imamı kimdir? Niyə soruşmursunuz? 14 əsr gəlib keçibdi. 14 əsrdə heç hansı əsrin bir dəfə imamını tanıyıb və göstərə bilərsiniz? Bunlar hamısı soruşulası qiyamət məsələləridir. Odur ki, hər bir insan boynunda olan imamət məsələsini təhqiq eləsin. Necə ki, Qur'an-ı Kərimdə də imamət haqqında 12 ayə gəlib. Bu da təsadüf ola bilməz. İmam, əimmə, bunları axtarın ki, görün. Qur'anda bu 12 imam nədir? Xüsusi imamlar var. Bu imam elmi bölünüb. Mən istəmirəm o tərəfə gedəm. Amma bir ayə var, ora diqqət edin. Yevmə nəd'u kullə unasin bi imamihim. Allah Teala Qur'an-ı Kərimdə açıq aydın buyurub. Qiyamətin günündə biz sizin öz imamlarınızla məhşərə gətirəcəyik. Heç sual vermisinizmi ki, öz-özünüzə? Qiyamətin günündə hansı imamla məhşərə gələcəksiniz? O 12 imam buyurulan hansının biri ilə gələsiniz? Bunlar qiyamət hesabatıdır ki, insan gərək bu haqda düşünsün. Odur ki, mən arzu eləyirəm, bugünkü Qədir günü bütün dünya müsəlmanları nəinki zahirdə qardaşlıqları, o cümlədən həm də əqidə baxımından bir-birinə qardaş olsunlar, bir-birinə yaxın olsunlar, düşünsünlər. Mən bütün ömür boyu əhl-i sünnə qardaşlarımızı onlarla oxumuşam, qalmışam. Yəni mənim əziz qanlarım, canlarım, onların eyni qanı, canı bilirəm. Onların da kitablarını oxumuşam, məndə hamısı da var. Buxari var, Tirmizi var, Sünən-i İbn Macə var. Bunlar hamısı məndə də var. Hamısını oxumuşam, təhqiq də eləmişəm və bunlardan da həmin o 4 cild, 5 cild kitabı yazmışam. Orada 1000-ə yaxın ayə ki, Əhl-i Beyt haqqında nazil olubdu. Hamısı Əhl-i Sünnə, əziz qardaşlarımızın öz kitablarından qeyd olunub ki, bunlar Əlinin haqqında nazil olub. Yəni 1000-ə yaxın ayə. Və yüzlərlə hədis, təxminən orada mən 500-ə qədər hədis gətirmişəm. Bunlar hamısı nədir? Əhl-i Sünnə kitablarında olan inanılmış mötəbər kitablar və ilaxirə məsələlərdir ki, insan gərək buna diqqət eləyə. Odur ki, mən bugünkü gündə bütün müsəlmanları, Əhl-i Sünnə əzizlərimizi də, şiələrimizi də bu işdə diqqətli olmağı və boyunlarında olan ilahi dinin kamil olan gününü diqqətlə izləməyi tövsiyə edirəm və o vahabilər ki, sələfilər və ilahilərdir ki, var ki, onlar çalışırlar ki, İslam aləmində özlərini Əhl-i Sünnə göstərsin və rafizi deyərək bizlərə kafir və müşrik deyirlər. Onlar da İslamiyyətə parçalanma salanlar. Biz Əhl-i Sünnə qardaşlarımızı canımız bilirik və alimlərimiz də qeyd ediblər və hətta İraqda Nəcəf alimlərimizdən olan Ayətullah Sistani, Allahın vücudun bibəla eləsin, ömrünü uzun eləsin, qeyd edibdir ki, Əhl-i Sünniyə qardaşımız deməyin, onlara deyin ki, onlar bizim canımızdır, özümüzük. Amma bu şeylərdə bizi müşrik bilin ki, həmin o vahabilər Əhl-i Sünnə özlərini adlandırıb, onları qəbul eləməyənlər də kafir bilirlər. Yəni Əhl-i Sünnənin özün. Dünya artıq bu şeye şahiddir ki, keçmiş devir deyil ki, onlar öz bildiklərini dünyaya yaysınlar. Amma indi mətbuat var, TikTok'u var, YouTube'u var, Instagram'ı var. Hər yerdə bu məsələlər, elmi məsələlər dünyaya bir dəqiqənin içində yayılır. Onun üçün də mən Allah'tan arzu edirəm, ilahi, İslam aləmində müsəlmanların bir-birinə qardaş, rauf, mehriban olmasını ilahi sən özün kömək eləginən, tezləşdirginən və zamana imamı Həzrət Hüccətullah Mehdi Əccəlallahu Fərəcəh tezliklə onun zuhurunu göstərginən və dünyada müsəlmanlara olunan bu qərb aləminin, əsasən Amerika və İsrailin təcavüzünü, onların odlarını öz başlarına tökünən